Sən mən soracağam. Aha. Neçə görünüş rejimi var vəziyyət sətrində və yaxud da ki, susmaya görə? Görünüş minimal miqyas, maksimal miqyas onları deyirsiniz müəllimə? Xeyr, görünüş rejimləri var idi. Zoom-u soruşmuram. Hə, xəttkeşə görə 3 dənə. Ay, sağ ol. Hansılardır? 3 dənə idi. Bir yuxarıda şəquli xəttkeş, bir üfüqi, bir də hər ikisi olan. Readmood görünüş rejimində neçə xəttkeş aktiv olur? Readmoodda olmur. O görünüş rejimlərinin adı yadda qalsın, onu soruşur. Onların adlarını belə əzbər bilmirəm, düz o T ilə seçə bilirəm. Amma belə təkrarladıqca amma yadınızda çalışın qalsın onlar. Soruşduğu olubdu çünki imtahanda. Print layoutda Print layoutda 2 xəttkeş. bəs web layoutda Web layoutda 1, ancaq yuxarıdakı xəttkeş. outline-da Outline-da onda da 1-dir şəquli. niyə bir dənədir? Orada heç bir xəttkeş aktiv olmur. Deyirdim axı T sondakı T-yə aiddir. Ortadakı aid deyil. Hə, bildim mən. Heç bir xəttkeş aktiv olmur. Bəs Aktiv draftda? olmur. Necə? Draft. Draftda onda da yoxdur. Niyə yoxdur? Hə, bir dənə T var onda da. Bir dənə T həmişə üfüqi xəttkeşdir. Aha. Xəttkeş yadda qalsın ki, üfüqidir, şaquli deyil. Aydındır? Bəli, mən. Replace-in klaviatura qarşılığı. Nəyin? Replace. 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 Bilmədim mən. Replace. Ctrl-H. Hə, replace o başqa fraqmentlə əvəz etmək üçün olan. Hə, Ctrl-H. Ay, sağ ol. İndi replace əmrdir, lent tabıdır, yoxsa lent qrupudur Gülabatan? Lent qrupunun içindədir. Yəni əmrdir. Hə, əmrdir. Hansı lent qrupunda yerləşir replace əmri? Editingdə yerləşir, o da home lent tabında yerləşir. Ay, sağ ol, home lent tabında. Replace əmrini aktiv eləyəndə pəncərə açıldı. Açılır deməli find and replace. Mənim qonşuda it hürür, çox üzürlü səni. Tamam, narahat olma, işin olmaz. Find and Deməli find replace. and replace açılır. Orada da find, replace və go to pəncərələri açılır. Düzdür. Go to ilə nələrə keçid etmək olmaz? Olmur. Başqa sözə, başqa sənədə, bir də başqa abzaza keçmək olmur. Klaviatura qarşılığı da Ctrl G-dir. Ctrl C-dir. Maksimum neçə vərəq çap etmək olar Word-də? Maksimum deməli 16. 16. Əsas struktur elementi. Əsas struktur elementi bilirdim. Simvol. Simvoldur. Şriftin ölçüsü yazıda nə qədərdir? Şriftin ölçüsü 11-dir. Susmaya görə də 8-72 aralığıdır. Doğrudur. Şəkil, diaqram, fiqur əlavə etmək hansı lent tabıdır, hansı lent qrupudur? Şəkil, diaqram, deməli picture, chart, illustration'dır lent qrupu. Insert lent tabı. Insert lent tabı. Canva page əmri, blank page, page brick. Onlar da insert lent tabında page lent qrupudur. Deməli, cover page ön səhifəyə şablon əlavə etmək üçündür. Blank page boş səhifə əlavə eləmək üçündür. Bir də page brick var idi. Boş qalan hissəni buraxıb növbəti səhifəyə keçmək idi. Var səhifəyə keçmək. Doğrudur Gülabat. Səidə. Bəli, müəllimə. Watermark əmri hansı lent tabındadır, hansı lent qrupundadır? Bəli, watermark arxa fona backgrounddadır, insertdə. Xeyr.
Insertdən sonra nə gəlirdi onda. Dizaynda. Amma background-dur 100% onu bilirəm. Page background lent qrupudur. Dizayn lent. Design tabıdır. Hı -hı. Baytamak nə iş görür kisədə? Arxa fona su nişanı əlavə olur. Bu nişanı fona əlavə eləyir. Düzdür. Bəs page kalə əmri hansı lent tabıdır, hansı lent qrupudur? Deməli, page, color. Kalə, page border. O da eynidir. Onların bir yerdə idi onlar. Doğru. Registri dəyişmənin klaviatura qarşılığı. Shift F3. Shift F3. Registri dəyişmədə olan əmrlər var idi 5 dənə. Hansılardır? Hə, o adlar idi da. Hansı? Deməli, lowercase, uppercase, toggle case, capitalize each word. Bir də sentence case Bir idi. də sentence case. Doğrudur. Find'in klaviatura qarşılığı. Control F. Control F. Find əmrini aktiv eləyəndə hansı pəncərə açıldı? Navigation açılır. Nə üzrə axtarış etmək olur navigationda? Nəticə, başlıq, bir də səhifə. Doğrudur. Şriftin ölçüsü nə qədər oldu yazıda? Deməli, 8-dən 72-yə qədər, susmaya görə 11. Mənə görə 11. Close-un klaviatura qarşılığı nə oldu? Control F4. Abzasların nömrələnməsinin neçə cür növü var? Hə, 3 cür idi. Markerlənmə, Hı. sonra Nömrələnmiş. nömrələnmiş, adı yadımdan çıxdı olur. Bir də çox səviyyəli. Çox səviyyəli. Hə. Hansılar oldu? Markerlənmə, nömrələnmiş, çox səviyyəli. Çox səviyyəli. İndi bu əmrlər hansı lent qrupundadır, hansı lent tabındadır? Bir dəqiqə məndən. Home-daydı da onlar səhv eləmirəmsə. Hansı lent tabıdır, hansı lent qrupudur? Home-da yadımdan çıxdı, o bilmədim. Paragraf. Abzas deyəndə paragrafdır. Yadda qalsın. Mətni sağdan, soldan, mərkəzdən, hər iki tərəfdən düzləndirmənin klaviatura qarşılıqları. Ctrl R, Ctrl L, Ctrl E, Ctrl J. Ctrl J. Qoltuq ilə nələrə keçid etmək olmadı? Qotu ilə keçmək olmur, deməli, yeni sözə, abzasa, bir də nə idi? Sənədə, bir də sənədə. Başqa sözə, başqa abzasa, başqa sənədə. Doğrudur. Cover page əmri nə iş gördü? Deməli, nömrələyir. Nömrələyir. Doğrudur Səidə. Tuncay, Bəli, müəllim, sağ olun. tamam Tuncay. Biri var idi, page brick, bir də bricks. Bricks layoutdadır, page brick də şeydə, deməli, home-da. Page brick hardaydı Tuncay? Insert-də. Insertdə. Hansı lent qrupundaydı? Pages. Page lent qrupundaydı, doğrudur. Bəs belə bir sual verin. Word art əmri nə iş görür? Hansı lent qrupundadır, hansı lent tabındadır? Deməli, word art hazır, deməli, dizaynlar verir də yazılara. Xüsusi Lent formalı yazı. Aha, xüsusi formalı yazı. Lent qrupu da insert-də idi, text idi. Text lent qrupunda, düzdür. Abzasların və yaxud da ki, mətnin ilk hərfini böyüklə yazmaq hansı əmrdir? Word crop'tu, wrap crop'tu, belə bir Drop şey. cut. Drop cut. Hə. Hansı lent qrupundadır o? Şeydə. Text.
Tekstdə doğrudur. Neçə vərəq çap etmək oldu maksimum printdə? Word-ü deyirsiz də, Bəli. 16. Seyvəzdə hansı dəyişiklikləri edə bilərəm? Seyvəzdə deməli müəllifi dəyişdiyi, sonra Azər. sənədin adı, yerləşməsi, bir Yerləşmə də parol. xeyir. Baxın, yerləşmə dedim ki, yox. Adıdır, tipidir. Tipinə yerləşmə Adı, deyil. tipi, taqı, müəllifi, bir də parol. Bir də parolu, tuşdan parol. Parolu bir seyvəzdən qoya bilərəm. Bir də hansı əmrdən olurdu? Infodan. Infodan. Protect dokumentdə Protect renting, document, editing var idi. Doğrudur. Seyvəzin klaviatura qarşılığı F12, F12. Save'in klaviatura qarşılığı Ctrl S, registri dəyişmənin Shift F3. düzdür, Shift F3-dür. Yazını qalın yazmaq, kursiv yazmaq, altdan xətt yazmağın klaviatura qarşılıqları. Qalın bolddur, Ctrl B, Ha. kursivdir, Ctrl I, Düz. altdan xəttə underline'dır, Ctrl U. Bu əmrlər hansı lent qrupundadır? Bunlar şeydə, bir dəqiqə, paragraf idi, yox, paragrafda deyildi, clipboard, Fontdaydı. font. Font lent qrupundadır. Mübadilə buferi neçə element tutur? 24. 24 element tutur. Clipboard lent qrupu hansı lent tabındadır? Honda, Onda. Paste'in klaviatura qarşılığı. Ctrl V, Katınki, kopyaninki. Ctrl C copy'indir, Ctrl X də cut'ındır. Doğrudur. Çap zamanı görünməyən simvolları göstərir. Hansı əmrdir? Əmrin adını bilmirəm, şəkli bilirəm. Paragrafdadır. Homeland tabında. Doğrudur. Pi şəklidir. Gözdə Hə, payla. P-dir, hə, amma adını bilirəm. Pi işarəsidir. Hə. Neyniyir? Çap zamanı görünməyən simvolları göstərmək üçün nəzərdə tutulubdur. Bəs buna iş görürdü Tuncay? O deməli yəni xətt deyirdi də. Sərhəd əlavə edir. Mətnə Sərhəd, hə. sərhədlər əlavə edir. Bu ox işarələrindədir. Ox işarələri hərflər, daha doğrusu sətirlər arası məsafədir. Düzdür. Find, replace, bir də select əmrləri hansı lent qrupunda yerləşir? Editingdə. Editingdə. Watermark əmri hansı lent qrupunda oldu? Watermark design lent tabında, page background lent qrupunda. Düzdür. Əlavə etdiyim su nişanını silmək üçün hansı əmrdən istifadə edirəm? Remove watermark. Remove watermark. Doğrudur. Word-ü bu gün bitirəcəm, arxasını izah edirəm. Layout-u izah elədim, təzədən keçib soruşacağam Müjgandan. Sonra soruşacağam Aynurdan, sonra da Qabdı Toğrul. Yəni diqqətiniz burada olsun. Aydındır. Baxırıq layout lent tabına. Burada əsas fikri nəyə verəcəyik? Eləsində var ki, fərqliliklər var. Ona görə də diqqətli olun ki, fərqliliklər hansı hissədə olacaqdır. Layout lent tabında var Page Setup lent qrupu. Page Setup lent qrupunun içərisindəki əmrlərə diqqətlə baxırıq. Elə beynimizdə də screenshot edirik, çünki şəklindən verir. Və yaxud da ki, son vaxtlar cümlə ilə salır. Misal üçün, var margins əmri. Desək ki, margins əmri nə iş görür? Səhifənin kənar boşluqlarını nizamlamaq üçün nəzərdə tutulubdur. Səhifənin kənar boşluqlarını
dəyişmək, nizamlamaq üçün nəzərdə tutulan əmr margins əmridir. Bunu şəklindən verir və yaxud da ki, sözlə salır. Deyir, səhifənin kənar boşluqlarını dəyişir. Hansı əmrdir? Deyərsiniz ki, margins əmridir. Mən deyəndə ki, margins əmri hansı lent qrupunda yerləşir? Deyərsiniz ki, page setup lent qrupunda yerləşir. Page setupda nə iş gördü? Səhifənin kənar boşluqlarını dəyişmək üçün nəzərdə tutuldu. Daha sonra var orientation əmri. Bu, səhifənin səmtləşməsini dəyişir. Səmtləşmə deyəndə, yəni bir portret rejimi olur bu rejim. Bir də var albom rejimi, landscape, yəni ki, enli vərəq şəklində göstərir. Sual verir ki, səhifənin səmtləşməsini dəyişir. Hansı əmrdir? Səmtləşmə deyəndə bilirik ki, orientation'dır. Və yaxud da salır ki, səhifəni albom və yaxud da portret rejimində göstərmək üçün nəzərdə tutulan əmr hansıdır? Yenə də orientation'dır. Size var. Size bilərik ki, vərəqin ölçüsünü dəyişmək üçün nəzərdə tutulubdur. Yəni, vərəqin ölçülərini təyin edir. Size əmri vasitəsilə edirəm. Daha sonra var columns. Columns deyəndə səhifəni sütunlara bölmək üçün nəzərdə tutulubdur. Bir və yaxud da ki, bir neçə sütuna bölür. Səhifəni bir və yaxud da ki, bir neçə sütuna bölmək üçün nəzərdə tutulan əmr columns əmridir. Deyəcəm ki, səhifəni sütunlara bölmək üçün nəzərdə tutulan əmr hansıdır? Deyəsiniz ki, columnsdur. Hansı lent tabında yerləşdi? Layoutda. Bunun tez-tez işarəsini salır. Lent tabını, lent qrupunu soruşubdur. Deməli, yerləşdi layout lent tabında, yerləşdi page setupda lent qrupunda. Daha sonra var 1x əmri. 1x əmri eynən page 1x kimi. Səhifənin cari qalan hissəsindən sındırır, digər səhifənin başlığına əlavə edir. Sadəcə bunun üstünlükləri var. Digər səhifədən sındırır, qaldığı yerdən sındırır, cüt tək səhifələri bölür. Bircə dənə üstünlüyü ondan ibarətdir. Amma belə hər ikisi də səhifənin qalan hissəsindən sındırır, cari səhifənin, yəni növbəti səhifənin başlığına əlavə edir. Yadda qalsın, çaşdırmaqdan ötürü 1x verir. Bir də ki, page 1x var idi insertdə. Əgər page 1x, page'i gördünüzsə də page sözünü, bilin ki, insert lent tabıdır. Çünki dəfələrlə şəkli veribdir, lent tabını soruşubdur. Lent tabında, cavab variantında insert lent tabı da olubdur. Layout lent tabı da olubdur. Ona görə diqqətli olaq. Page ilə versə insert lent tabıdır. Amma S-lə versə 1x kimi. Bu layout lent tabındadır. Diqqətli olaq, baxın bu yerdə. Çünki sayda sualda düşübdür. Sadəcə lent tabları beyninizdə qalsın. Və lent qrupu da 1x page setup lent qrupundadır. Page setup. Amma demişdim ki, cover page'dir, blank page'dir, page 1x'dir. Bu üç əmrin üçündə də page sözü var. Elə lent qrupunu da soruşanda page lent qrupudur. Elə yadınızda saxlayın. Daha sonra var line numbers əmri. Line numbers deyəndə sətirlərin nömrələnməsidir. Line'ın özü sətir deməkdir, numbers də nömrə. Sətirlərin nömrələnməsi. Hyphenation var, hecalara bölmək. Ən çox bu hissədən salır. Bəzən də bu 3 dənə belə şəkli verir. Line numbers. Elə tələbə var ki, line numbersdir, hyphenation'dır, bunlara fikir vermir. Ona görə də qəsdən gətirir bu tipdə 3 dənəlik bir şəkil salır, lent tabını soruşur. Ona görə yadımızda qalsın ki, istər line numbers, istər hyphenation, bunlar da layout lent tabında yerləşir. Page setup da lent qrupunda yerləşir.
Daha sonra gəldik paraqraf lent qrupuna. İndi paraqraf lent qrupu bir layout lent tabındadır. Paraqraf lent qrupu bir də home lent tabında yerləşir. Deməli, həm home lent tabındadır, həm də layoutda. İndi şəkli verdi. Yazılıb da şəxsində də paraqraf. Cavab variantında da layout da var, home da var. Nə biləcəm ki, bu layout aiddir, yoxsa home-a? Əgər içərisindəki əmrlər çoxdursa da, yəni bu tipdə, deməli bu aiddir home lent tabına. Baxın, home-dakı paraqraf lent qrupunun içərisindəki əmrlər çoxdur. Amma layout lent tabında paraqraf lent qrupunun içərisindəki əmrlər 4 dənədir. Şəkli belə verdi. Əmr az oldusa da layout lent tabıdır. Şəkli belə verdi. Əmrlər çox oldusa da home lent tabında yerləşir. Baxın, əsas fərqliliklər bunlardır. Yəni şəkil verəndə cavab variantında qarışmayın. Burada hansı əmrlər var? Bir var indentdir, bir də ki var spacingdir. Left, right yazılıbdır. İndentdə seçilmiş abzası və yaxud da ki bütün mətni. Bu hissə mətindir, belə qırıq hissələrindən verilmiş. Sağa yığır və yaxud da ki bütün mətni və yaxud da seçilmiş mətni sol sahəyə yığmaq üçündür. Baxın, soldan sağa sıxır mətni ox işarəsi ilə. Tutalım, cümlə qayda yadınızda qalmayıbdır. Şəkli verir. Şəkli verəndə diqqətli olun. Həmişə bu qırıq xəttlər sənin mətnlərindir. Ox işarəsi də soldan sıxır, sağa gətirir. Sağ hissədən sıxır mətni sol hissəyə aparır. Deməli, mətni sağdan sola sıxır və yaxud da ki, sol hissədən sağ hissəyə sıxmaq üçün nəzərdə tutulubdur. Daha sonra var spacing. Spacingdə var before, bir də ki, var after əmrləri. Before ilə after nə iş görür? Abzaslar arasındakı məsafəni əvvələ nizamlayır. Abzaslar arasındakı məsafəni sonraya nizamlayır. Before əvvəl, after də sonra. Yəni, abzaslar arasındakı məsafəni əvvələ nizamladı. Abzaslar arasındakı məsafəni sonraya nizamladı. Həmişə paraqraf lent qrupunu görəndə içərisindəki bu əmrlərdən soruşanda bilin ki, abzasla bağlıdır bunların hər biri. Çünki paraqraf lent qrupunun özü, yəni paraqrafın özü elə abzas deməkdir. Deməli, içindəki əmrlər də abzasla bağlı olan əmrlərdir. Daha sonra var arrange lent qrupu. Bu da tez-tez düşən lent qrupudur və ən çox da yaddan çıxan lent qrupudur. Arrange lent qrupunun içərisində əmrlər var. Bu əmrləri deməmişdən qabaq deyim ki, şəkli belə verir solğun formada. Deyir ki, bunlar niyə belə solğundur bu əmrlər? Deyərsiniz ki, çünki obyekt seçilməyibdir. Baxın, belə solğun rəngdə oldusa da, deməli, obyekt seçilməyibdir. Mən gəlib buradan hər hansı bir fiqur əlavə edirəm, misal üçün. Fiqur əlavə etdiyim zaman, yəni obyekt əlavə etdim. Bunların rəngi tündləşdi. 2 dəqiqə. Aha, üzrsən. Deməli, obyekt əlavə etdim, əmrlərin rəngi aktivləşdi, yəni ki, tündləşdi. Burada var position əmri. Desək ki, position əmri nə iş görür? Obyektimin yerləşəcəyi mövqeyini dəyişmək üçün nəzərdə tutulubdur. Obyektin yerləşəcəyi mövqeyini dəyişir. Sola dəyişir, mərkəzə düzənləyir və yaxud da ki, sağa, bu şəkildə. Ona görə position soruşanda nəyə görə düzənləmə eləyir? Deyəsiniz ki, vərəqə nəzərən. Vərəqə nəzərən sağa düzləndirir. Vərəqə nəzərən mərkəz hissəyə düzləndirir. Vərəqə nəzərən də sol hissəyə düzləndirmə olur. Bu oldu position əmri. Yenə deyirəm, nə iş gördü? Obyektimin yerləşəcəyi mövqeyini dəyişdi.
Nəyə nəzərən dəyişdi? Vərəqə nəzərən dəyişdi. Daha sonra var wrap text. Wrap text mətnə görə nizamlayır. Obyektimi mətnə görə nizamlayır. Yəni mətnlə qarşılıqlı əlaqə qurur. Mətnin içərisində görsədir, üstündə görsədir. Hər iki tərəfində olur. Yəni mətnə görə nizamlamaq wrap text'i, vərəqə görə nizamlamaq position'dır. Görürsünüz, bu hissə mətindir. Bu göy xəttlərlə olan. Bu da ortadakı bu qara sən obyektindir. Obyekti mətnə görə nizamlayır. Amma position da vərəqə görə nizamlamadır. Vərəqin yuxarı hissəsində gəlir, yəni sağında, ortasında və yaxud da ki, solunda. İmtahana düşübdür ki, position əmri vərəqə görə nizamlamadır, yoxsa mətnə görə nizamlamadır. Deyəcək ki, position əmri vərəqə görə nizamlamadır. Amma wrap text mətnə görədir. Daha sonra var bring forward. Biri də var send backward. Bu əmrlər nə iş görür? Qaydanı əzbərləməyin. Şəkillə baxın. Seçilmiş obyekti deyirəm. Önə çıxarmaq üçün nəzərdə tutulubdur. Bring forward. Seçilmiş obyekti önə çıxarır. Baxın, bu tünd olan hissə sizin seçilmiş obyektinizdir. Elə yadda qalsın. Seçilmiş obyekti önə çıxartdı. Bu tipdə də şəkli verir. Send backward deyəndə back-ın özü arxa geri deməkdir. Yenə deyirəm, bu tünd olan hissədə sənin seçilmiş obyektindir. Deməli, seçilmiş obyektini arxa hissədə gizlədir. Bring forward seçilmiş obyektini önə çıxardı. Send backward seçilmiş obyektini arxada gizlətdi. Bunlar istər position, wrap text, bring forward, send backward əmrləri olur arrange length qrupunda. İminli bu arrange length qrupuna diqqətli olun. Çünki əmrləri verir, bu length qrupu yaddan çıxan length qrupudur. Ona görə test saldığı olubdur. Yəni baza sualları da hər biri. Daha sonra var selection pane. Selection pane eyni ilə naviqasiya paneli kimidir. Naviqasiya paneli nə üçün axtarış edirsənsə də onu önə çıxarır. Amma selection pane-də də hansı ki obyektlər əlavə edibsən, həmin obyektləri görsədir, show olunan və yaxud da ki hide olunan həmin obyekti gizlədir. Yəni panel açır. Seçilmiş obyektin üçün panel açır. Hansı əmr? Selection pane əmri. Show olunan obyektimi görsətdim. Hide olunan da seçilmiş obyektimi gizlətdim. Daha sonra var align. Desək ki, align əmri nə iş görür? Obyektin yerini dəyişmək üçün nəzərdə tutulubdur. Misal üçün, align left-lə sola düzləndirir. Align center ilə mərkəz hissəyə düzləndirir. Align right-la sağa düzləndirir. Topla üstə düzləndirir. Yəni ki, align əmrini bir sözlə soruşsan nə iş görür? Obyektlərin yerini dəyişmək üçün nəzərdə tutulubdur. Obyektin yerini dəyişir. Şəkillə bu əmrləri tutun, çalışın. Sizdən ötürü daha sayda olar. Nəinki əzbərləmək. Yenə deyirəm, positionu verdi, görürsən ki, şəkil var, vərəq var. Deməli, vərəqə nəzərən düzləndirir. Wrap texti verdi, mətn var. Bu orta hissədəki bu qara da dedim ki, obyektindir. Deməli, mətnə görə düzləndirir. Amma yadınızda da bir şey qalsın ki, bu əmrlərlə bağlı olan söz obyekt sözüdür. Obyekti düzləndirir, obyekti gizlədir. Obyekti önə çıxarır. Hər birində obyekt sözü var, mütləq. Çünki desək ki, imtahana düşübdür, deyir, bring forward əmri nə iş görür? Deyir, mətni önə çıxarır. Cavab variantında olubdur. Mətni önə çıxarmır.
obyekti önə çıxarır. Deyirlər ki, mətndə obyektdir də. Xeyr. Obyekt iminli bunlardır, seçilmiş. Bu şəkildir, fiqurdur. Bunlar əlavə edirəm. Bunlar mənim obyektlərimdir. Yəni mətnin bura əlaqəsi yoxdur. Ona görə yadınızda qalsın. Baxın, arrange lent qrupunda olan əmrlərin hər biri obyekt sözü ilə bağlıdır. Align nə iş gördü dedik? Obyektin yerini dəyişdi. Qrup, qruplaşdırmaq üçün nəzərdə tutulur. Rotate də obyektləri döndərir. Yəni vertikal, şaquli, horizontal, 90 dərəcə, 270 dərəcə. Sırf obyektləri döndərmək üçün nəzərdə tutulan əmr hansıdır desəm, rotate əmridir. Hansı lent qrupunda yerləşir desəm, arrange-dir. Hansı lent tabındadır? Layout da lent tabında yerləşir. Aynur, Mən Aynur, watermark əmri hansı lent tabında oldu? dizaynda Design lent tabında. Hansı lent qrupunda oldu? background, page background, Page backgroundda. Watermark əmri nə iş gördü? su nişanı əlavə edir. Nişanı əlavə etdi. Linkin klaviatura qarşılığı. Ctrl K. Düzdür. Ctrl K. Link əmrini aktiv eləyəndə hansı pəncərə açılır? Linki aktiv edəndə oyunu açılır da. Unuttum. Hyperlink. Hyperlink. Linklə nələrə keçid eləyə bilirdim? Müəllim o necə yazılırdı? Hyperlink. Hyperlink. Bax bura. Hyperlink. Hyper. Okay. İndi link əmrini aktiv eləyəndə hansı pəncərə açıldı? Hyperlink. Hyperlink. Linklə nələrə keçid eləyə bilirəm? Nələrə keçid eləyə bilirdik? Mətnin daxilində xüsusi keçid kimi istifadə olunurdu. Düzdür. Amma 4 dənə bir şey var idi ki, onlara keçid eləyə bilirəm. Şeydi olar. Unuttum. Deməli sənədə, veb səhifəyə, mailə, mail adresə, cari sənədə. Yeni yaradılmış sənədə. Cari sənəd, bir də yeni yaradılmış. Deməli cari sənəd, yeni sənəd, veb səhifə, bir də e-mail adresə. E-mail adresinə. Aydındır. Bəli. Link əmri hansı link tabında yerləşir? Insertdə. Yerləşir. Aşağı kalendritul əlavə etmək və yaxud da ki, aşağı sərlövhə hansı əmrdir? Header and footer. Header and footer. Footer aşağı sərlövhə əlavə edir, yoxsa? Bəli, footer aşağı, header yuxarı. Header yuxarıdır, düzdür. Textbooks əmri nə iş görür? O mətn qutusu idi. Düzdür. Hansı lent qrupundadır? Textdə. Textdədir. Riyazi fayda düstur hansı əmrdir? Equation idi o, səhv etmirəmsə. Symbolsda yerləşirdi. Symbolsda lent tabı, Symbols. lent tabı, o lent qrupudur. Insertdə. Insertdədir. Cədvəl əlavə etdiyim zaman 2 dənə əlavə lent tabı açılır. Hansılardır? Bəli, deməli table design idi, bir də table layout. Table layout. Strukturla bağlı işlər hansı lent tabındadır? Strukturla bağlı. Dizayn idi o. Dərbəzəklə bağlı dizayndır. O birisi struktur idi. Layout. Layout. Doğrudur. Bir var idi enter düyməsi, bir də tab. Enter düyməsini cədvəlin daxilində, yəni xananın içərisində aktiv eləyəndə nə baş verir? Onda şey olurdu, nə olur? Sətrin hündürlüyü artırdı. Sütunun. Oy, sütunu. Sütunun hündürlüyü artır. Bəs cədvəlin xaricində vuranda, Xaricində vuranda sətr əlavə olunurdu. yəni sətr əlavə olunur. Tab düyməsini xananın içərisində vuranda nə baş verir? Onda kursorun mövqeyi dəyişir.
dəyişirdi. Amma sonda vursaq, onda yenə də bir yeni sətr əlavə olunur. Düzdür. Tables əmri, elə tables-da lent qrupu hansı lent tabındadır? Insert-də. Insertdadır. Bricks əmri hansı lent tabında oldu? Bricks. O da elə Diqqətli olun. insert-də page də idi, səhv etmirəmsə. Oy, qarışdırdım. Tələsməyin. Baxın. Bricks əmri, biri də var page brick. Aa, Page brick hansı lent tabındadır? Bricks hansı lent tabındadır? page bricks. Page bricks page'dadır. Amma brick hardadır onu bilmirəm. Unutmuşam. Page brick düzdür. Page lent qrupundadır. Hansı lent tabındadır? Insert-də. Insertdə. Bricks bayaqlarım dedim onu da. Hansı lent tabındadır? Onu da unuttum. Dediniz düzdür, amma Hansı lent çatdırmamışam. tabında elədim aynen. Bildirəm. İndi layout-da. Layoutdadır. Bricks əmri layout lent tabındadır. Hansı lent qrupundadır? Page Hə. setupda. Şeydə page setup-da, bəli. Ay sağ ol. Word-ün zoomu nə qədərdir?